Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də şükür yaxşıyam. Uşaqları yatışdıram dedim, video səs yazım. Demək qızlar, bu mənim bu il yayda etdiyim bütün qış hazırlıqlarımın yekun videosudur. Demək, son partiya olaraq xiyar turşusu, bir də yeməklər, salatlar hazırlamışdım. Onların videoları kanalımda, daha doğrusu telefonumda qalıb, amma mən onları sonra heç cürə vaxt tapıb montaj edib sizlərlə paylaşmamışam. Yanvarın 1-də dayım Rinatın yanına rikoşu görməyə gəlmişdi qızlar. Vlog çəkməyimə baxmayaraq onu da hələ vaxt edib paylaşa bilmirəm. Belə tez-tez videolar, bu qısa videolarımdan tez-tez paylaşmaq istəsəm də, həqiqətən də uşaqlarla adi 3 dəqiqəlik videonun üzərinə belə səs yazmaq, vaxt tapa bilmirəm ki, o səsi yazım. 2 uşaqla, 2 körpə uşaqla. Bilirsiniz ki, Nihat 3 yaşını tamamlanmağına baxmayaraq, Nihat da hələ körpədir. Çox çətindir. Allah hər birimizin ruzi bərəkətini bol eləsin. Hər bir xanım öz evində, istər yayda, istər qışda gözəl-gözəl hər bir şey bişirsin. Ailəsi ilə bərabər, balaları ilə bərabər yesinlər inşallah. Mən ümumiyyətlə istər qış hazırlığı olsun, istər yemək olsun, əlim aza gəlmir, heç cürə alınmır. Tutalım, belə deyim də, pirog bişirəcəmsə, ona reseptə 2 yumurta gedirsə, mən ona 3-cü yumurtanı mütləq vurmalıyam. Çünki vurmasam çox narahat oluram. Və bu qış hazırlıqlarıma da aiddir. Onu deyim ki, qızlar, mənə yazan xanımlar olmuşdu ki, niyə bu qədər çox hazırlayırsınız falan filan. Çox deyil qızlar. Düşünürəm ki, birini Novruz bayramında, birini yeni ildə açmaq düşüncəsi ilə bağlamaq düzgün deyil. Təbii ki, imkan buna yol verməlidir, maddi, mənəvi. Ona görə də düşünürəm ki, hər şey bol-bol daha yaxşıdır. Misal üçün, burada cemlər olsun, biber turşusu olsun, pərpətöyün turşusu olsun. Demək olar ki, yarılamışıq onu. Daha sonra göyəmdən palçıq turşu hazırlamışam. Bir dənə yekə bankası qalıb. Qalan xırda bankalar 6 kilodan etmişdim. Qalan xırda bankalar hamısı bitib. Çünki qış girib, payız girəndən balıq yeməyə başladığımız üçün, yəni onların hamısı bitib. Kompotların hamısını Nikoş içib artıq və onun üçün hal-hazırda, yəni indiki vaxtda qış meyvələrindən kompotlar hazırlayıram. Qarışıq kompot qızlar. Qazanda qaynadıram. Şəkərini, suyunu tökürəm qazanda, qaynadıram, elə içir. Biz heç vaxt kompot sevən olmayıq. Daha doğrusu heç vaxt deməyim də, yoldaşımla mən elə də kompot sevən deyilik. Ona görə hazırlamırdım. Bu il Nihat üçün hazırladım. Nə yaxşı da hazırladım. İnşallah növbəti illərdə də hazırlamaq fikrim var. Çünki Nikoş hamısını içib bitirdim. Allah təki canımızı sağ eləsin, ailəmiz üçün belə şirin əziyyətlər çəkək. Bu bankaları sonda istər evdə demək mebelin üzərinə yığmaq, istərsə də həyətə yığmaq çox yordu məni və mamam da mənə kömək eləmişdi. Video bitir, görüşərik, hələlik.